Salam, hər vaxtınız xeyir olsun. Bugün hər kəsin asan hazırlaya biləcəyi yumuşaq pirojna resepti bölüşürəm. 6 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edib ağarana qədər qarışdırıram. Ağarana qədər qarışdırdıqdan sonra üzərinə 100 ml bitki yağı, 250 ml süd əlavə edib qarışdırıram. 2 stəkan yarım un, 1 paket kabartma tozu, 1 paket vanilin əlavə edib bütün ərzaqlar birləşənə qədər qarışdırıram. Yağlı kağız sərdiyim listi əlavə edirəm. Listin ölçüsü 30-dan 40-adır. 180 dərəcədə 20 dəqiqə bişirirəm. Soyudu artıq. Soyuduqdan sonra hissələrə ayırıram. Kənarından çıxan biskvitləri də üzəri üçün ovunda edirəm. Krem də çox asandır. Otaq istisində yumuşalmış kərə yağını qarışdırıb üzərinə bir banka qatlaşdırılmış süd əlavə edib 1-2 dəqiqə qarışdırıram. Çox qarışdırmıram ki, krem çürüməsin. Krem də hazır olduqdan sonra başlayıram şirniyyatı hazırlamağa. 2 biskviti üst-üstə yerləşdirib kremləyirəm. Üzərini də ovunduyla örtürəm. Mənə görə bu pirojnanı ən dadlı edən qatlaşdırılmış süd və yağlı hazırlanan kremdir. Çayın yanına sizdə hazırlayın ən asan, ən bərəkətli, ən dadlı şirniyyatdır. Bəs siz hansı kremlə sevirsiniz bu pirojnanı?